Hazırda biz sifətin isimləşməsi mövzusunu izah edəcəyik. Öyrənməmişdən qabaq bu tapşırığı həll eləməyə çalışın və siz həll eləyəndən sonra mövzunu izah edib, sonra mövzuya qayıdacağıq. Yəni bu tapşırığın izahını verəcəyik. Deməli, öyrənmədən əvvəl özümüzü yoxlayırıq. Hansı cümlədə sifət ismi xüsusiyyətini daşıyır? Bu bizim diaqnostik yoxlamamızdır. Cavabı birazdan veririk. Keçirik mövzunun izahına. Qayda kitablarını verilib. Sifət aid olduğu isim olmadan işləndiyi isimləşir. Bizim əsas qaydamız budur. Sifət aid olduğu isim olmadıqda isimləşir. Məsələn, belə nümunə. Qəhrəman əsgərlərimiz hücuma keçdilər. Bu nümunədə qəhrəman sözü sifətdir. Sualı hansı sualdır? Qəhrəman əsgərlərimiz. Hansı əsgərlərimiz? Deməli, əgər sifət öz sualına cavab verirsə, sifətin sualları hansılardır? Necə, nədir, hansı? Deməli, isimləşməyib. Qəhrəman əsgərlərimiz hücuma keçdilər. Bu cümlədə sifət isimləşməyib. Gəlin ikinci cümləyə baxaq. İsimləşmiş sifət olan. Qəhrəmanlarımız hücuma keçdilər. Bu nümunədə isə sifət isimləşib. Sual nədir? Kimlər? Əgər bayaqdan sifət hansı sualına cavab verirdisə, indi isə sifət hansı sualına cavab vermədi, kimlər sualına cavab verir. Deməli, sifət aid olduğu isim olmadan işləndikdə isimləşir. Məsələn, başqa bir nümunə. Nümunə belədir. Gənc oğlan həyata düşdü. Nümunə belədir. Bu nümunədə sifət gənc sözüdür. Gənc həyata düşdü olsa, hazırda məsələn, gənc oğlan həyata düşdü. Gənc sözü hansı sualına cavab verir? Amma biz oğlan sözü kənarlaşdıraq. Gənc həyata düşdü. Bu nümunədə isimləşmə baş verir. Deməli, isimləşmə sifətin ismin yerində işlənməyidir. Sifət əgər ismin yerində işlənirsə, özünün, yəni sifətin necə, nədir, hansı suallarına yox, ismin kimdən sualına cavab verirsə, deməli isimləşir. Gənc oğlan həyata düşdü cümləsində gənc sifəti isimləşməyir. Hansı sualına cavab verir. Amma gənc həyata düşdü. Deməli, bu nümunədə gənc sözü, gənc sifəti isimləşir. Gəlin, qaydalara bir də baxaq. İsimləşərkən sifət özünə məxsus bir sıra əlamətlərini itirir. Bunun əvəzində ismə məxsus bir sıra əlamətləri qazanır. Bunlar da qaydalardır. Sifət isimləşərkən necə, nədir, hansı sualına cavab verməyi itirir, təyin ola bilmə xüsusiyyətini itirir, isimdən əvvəl gələrək əlamət və keyfiyyət bildirməyi itirir. Yəni, gənc oğlan həyata düşdü cümləsində gənc sözü hansı sualına cavab verirdisə, gənc həyata düşdü, yəni isimləşmiş variantda hansı sualına cavab vermir. Gənc oğlan həyata düşdü cümləsində gənc sözü təyin idisə, gənc həyata düşdü cümləsində gənc sözü artıq təyin yox, mübtədadır. Əgər gənc oğlan həyata düşdü cümləsində gənc sözü oğlanın yaşını bildirirdisə, gəncliyini bildirirdisə, gənc həyata düşdü artıq burada isimləşmə gedir, əşyalaşır. Deməli, sifət isimləşərkən bu qaydaları itirir, əvəzinə isim kimi ad bildirir, hallanır, mənsubiyyata görə dəyişir və s. Bax, bu qaydanı da yadda saxlayaq. Yadda saxlamaq lazımdır ki, sifət öz sualına cavab verəndə isimləşmiş sayılmır. Başqa bir nümunə veririk. Bayaqdan danışan həmin igiddir. Cümləyə baxaq. Kimdir? İgiddir. Bu cümlədə igid sifətdir, amma isimləşir. Çünki kim sualına cavab verir? Gəlin başqa bir cümləyə baxaq. Bu əskərlər igiddir. Bu da sual verək. Necədir? Bu maraqlı məqamdır. Deməli, igiddir sözü kimdir sualına cavab verəndə isimləşir. Necədir sualına cavab verəndə isə isimləşmiş hesab olunur. Mən burada belə bir cümlələr vermişəm sözdə. Qoca, cavan, gənc, yaralı, maraqlı, dadlı sözlərin hər birini iki variantda işlədim. Yəni, qoca sözü sifətdir həm isimləşməmiş variantda, həm də isimləşmiş variantda. Eyni halda digərlərini. Bir nümunə yazıram. İsimləşməmiş variantda qoca sözü. Qoca adam gəldi, hansı adam gəldi? İsimləşməmiş variantda
Qoca evə gəldi. Bu isə isimləşmiş variantdır. Başqa bir nümunə. Hemingway'in Qoca və Dəniz əsərinin adında, məsələn, qoca sözü Santiago var da, orada baş qəhrəmandır. İsimləşir. Bu da bir nümunə. İndi biz əvvəlki tapşırığımıza baxaq. Öyrənmədən əvvəl verilən. Burada görək nədir? Atam nikbin adamdır. Sual veririk. Necə adamdır? Necə sualına cavab verir? Deməli, isimləşmir. Ağıllı adam oyuncağı uduzmaz. Hansı adam? İsimləşmir. Diye bəninə baxaq. Doğru söz acı olar. Hansı söz? Çətin sualına cavab verir. İsimləşmir. Ehtiyatlı insan ac qalmaz. Hansı insan? Ehtiyatlı. İsimləşmir. Doğru cavab bəndə olacaq. Gəlin baxaq. Körpə bizə baxıb gülümsəyirdi. Kim bizə baxıb gülümsəyirdi? Baxmayaraq ki, körpə sözü sifətdir, amma burada isimləşir. Mövzumuzu davam edirik. Burada öyrənmədən sonra bu tapşırığı həll eləyək. Fasilə verin və həll eləyin. Hansı cümlədə sifət ismin xüsusiyyətini daşıyır? Doğru cavabı tapmaq üçün təhlil eləyək. Yaxşı adam yaxşı işlər görər. Sual. Hansı adam? Hansı sualına cavab verir? Deməli, isimləşməyir. İgid əskərlər mühasirəni yardılar. Hansı əskərlər? İsimləşməyir. Gənc oğlan köməyə gəldi. Hansı oğlan? İsimləşməyir. İsti külək adamın üzünü yandırırdı. Hansı külək? İsimləşməyir. Amma B bəndində nə baş verir? İgid ölər, adı qalar. Bu nümunədə igid sözü sifətli isimləşir. Doğru cavab B bəndidir. Burada 2, 3, 4, 5, ümumilikdə 5 dənə tapşırıqdır. Bu tapşırığı mən videonun altından yerləşdirəcəm. Həll eləyə bilərsiniz. Cavablar da var. Həll eləyəndən sonra cavablara diqqət edib baxa bilərsiniz. Başqa bir qeydə baxaq və izahımızı yekunlaşdıraq. Yadda saxlayın. Yaxşılıq, gözəllik sözləri isimləşmədən fərqlənir. Bu nə deməkdir? Yaxşılar gəldi. Bax, bu cümlədə yaxşılar sözü isimləşir. Kimlər sualına cavab verir? Amma yaxşılıq etmir cümləsində, nümunəsində. Yaxşılıq sözü isimləşmir. Çünki orada leksi şəkilsi var. Bunu yadda saxlayın. Növbəti qızıl qayda, bunu həmişə bütün bu tipli tapşırıqlarda yadda saxlamaq lazımdır. Sifət isimləşərkən sifət olaraq qalır. Yəni, yaxşılar gəldilər cümləsində yaxşılar sözü sifətdir. İsimləşsə də yenə sifət olaraq qalır. Ümid edirəm ki, sifətin isimləşməsi ilə bağlı izah və tapşırıqlar sizin üçün faydalı olacaq. Və bu tapşırıqları bundan sonra daha yaxşı, daha rahat həll eləyə biləcəksiniz. Bir də qeyd edirəm, izahat vərəqəsini mən bura qeyd edəcəm və siz ondan rahat-rahat istifadə edə bilərsiniz. Sağ olun.